Akşamınız xeyir dostlar, ölkə xalqlarından ilk videosu ilə bərabərlik Azərbaycan 1700 əngəllərlə yoxsalar düz qala gələcəyik, başlayırıq. Yəni Türkiyə tərəfindən başlayaq. Ən yüksəklərdə bizi nələr gözləyir? Portuqaliya 64.250 xalq. 64.250 xalq. Hop. Ne? 64.250. Portuqaliya 60. Ha, Polşa. 64.250 xalq oldu. 64.000. Çünki artıq hamısı getdi şeyə. Çempionlar Liqasına birbaşa hesablanıb artıq. Belçika. 58.650. 58.650. Niderland. 52.060 xalq. Türkiye 47.000'deydim. 49.675 oldu. 675 oldu. Türkiye bayağı vurdu. 4'sü aktivine yazdırdı. Arkadaşlar Türkiye'nin gerisine Polşadan söhbət aparaq. 44.825. Çexiya 43.125. 44.325 oldu. 44.325 Çexiya. Evet, Çexiya 44.325. Yunanistan 42.000 neydi? 43.412. Yunanistan 412. Evet, Danimarka. Norveç gəlib 38.212 xalq. Çexiyadan sonra 38.000'e gəlir Norveç. 38.000. Norveç'in çalıb. İşləmədəm onu. 2.212. xal və 13-cü yerə gedib Danimarka 14-cü sıraya gəldi. Kipr nə yaptı? Yine mı kalmış Kipr? 33.693 yine qalıb. Arkaya gedək. İsveç 29.950. Avstriya 27.350. Avstriya 27.350 oldu. Evet. Avstriya 27.000 50 xalqdan 17. Yenə gəldim. Şotlandiya 19 Macarıstan 18'e gitti. Şuralara var mı? Şotlandiya 26.250. Avstriya 1500 almıştı. Şotlandiya'nın xalı 100 xalıydı. Yunanistan silək, Norveç'i silək. Düzdür, bugün yenə oynayacaqlar Avroliqa konferans liqasında.
İsveç 25.750'də qalıb. Xorvatiya 25.406. Rumıniya 24.875. İsrail 23.750. Azərbaycan 23.687. 23.687. Azərbaycan. İsrailin qabanı mı getdi Ukraynaya var? Evet. Ukraynaya 24.087 qaldı. Shakhtar direkt getmişdi. 24.087 xal. 23-cü yer. Çıxardaq. Azərbaycan Sloveniyanı geridə qoydu. Azərbaycan yazaq. Azərbaycan neylədə bu arada? 23.687. 687 xalla gəldi. Azərbaycandan silinir. Bolqarıstan xal oldu. Yoxdur sər Bolqarıstan xal oldu. 27. 25-ci yer. İsrail 24. Ukrayna 23. Sloveniya qalıb ki, yox, Sloveniya qalmadıq. Slovakiya qalıb 1750. 1750. Yəni neçə olub? Slovakiya 22.375. 2375. 2375. Evet. 75 xal 22-ci yerə layiq görünürsən. Sonra alırsındır. O qalırsa 28-ci sıraya etdilər. 28 Rusiyada heç Rusiyayız. 2560 var orada buralarına. Serbiya 17.800'de qaldı. Serbiya 18.000 oldu. Niye? Neye səhv etmişdik? Rusiya heç. İslandiya. İrlandiyada 16.343'dür. Ermənistan 15.562. Evet. Bundan sonralar uzun olmalı tərəflər eləyəcək. Türkiyə və Azərbaycan tərəfini qeyd elədik sizlər üçün. Azərbaycan bir pillə keçərək 25-ci sırada da artıq. 23.687 xalla. İndi Azərbaycan gəlir İsraillə yarışa. Bugün İsrailin iki komandası uduzsa, yəni inşallah istədiyimiz nəticə olacaq. 4 komandayla gəlmişdir İsrail. Bir gedib çıxdı. Su qaldı. Üçündən biri uduzdu. İkisi də uduzsa Azərbaycan 250 xalda qalsa, yəni Qarabağ tərəfindən deyirəm. Azərbaycan 20-ci yerdə olacaq. Biz utanıyorum. Biləcəyik. Növbəti oyun Çempionlar Hər Şey Liqasında belli olacaq. Evet. Növbəti ölkə xal videosuyla birlikdə artıqdan Slovakiyanın adını silə bilərik. Slovakiyanın təkcə vardı. Avropa Liqasında olan oyunlar və Konferans Liqasında olan oyunlara birlikdə olacaq. Qeyd edək ki, Rapid görüşü gedirdi bayaq əvvəl. Bunu birazdan yayınlayacağım videomu. Ben bunu göstereyim. Rapid yarış görüşündə hem Avstriya hem Şotlandiya 100 xal aldı. Ama Rapid UEFA konferanslar o konferans liqasına penalti seriyasında negatif etdi.
Yarış toplam 3-4 hesabıyla möhtəşəm qələbəni aldı. 8-10-5 etliklə Fenerbahçe isə Çempionlar Liqasına getdi. Həm Fenerbahçe, həm də Galatasaray fizikalı öz aktivlərini yaxşı yerə yazdılar. Maçın olmuşsa isə Fofana seçilmişdi 8-15 etliklə. Ehtiyatların daxil olanların isə ən yüksəyi 6000 etlik 7 İsmail yüksək olmuşdu. Rəllər çoxdur. İndirəm seni söyləyəcəm. Cavabında bir tazıqaz. Dostlar, təəssüf olsun ki, Çempionlar Liqasının püşatmasında birlikdə ola bilməyəcəyik. Həftənin 5-ci günü həm Çempionlar Liqasının püşatmasında, həm UEFA Avropa Liqasının püşatmasında, həm UEFA Konferans Liqasının püşatmasında ilk turlarla birlikdə olacağıq. Və Çempionlar Liqasında oyundan əvvəldə həm Çempionlar Liqası, həm Avropa Liqası, həm Konferans Liqasının gələn rəqətlər barəsində ilk həftə oyunlarında birlikdə danışacağıq. Həm ölkə xalqları tərəfindən, həm də ki, bizə sərf edən məqamlar tərəfindən. Bizə demişsiniz ki, Çempionlar Liqasına kim getdi? Bu barədə bizə məlumatlar verilsin. Çempionlar Liqasına artıq gedən klubların sayı hamısı bəllidir. Çempionlar Liqasında Arsenal, Manchester City, Manchester United, Aston Villa, Liverpool, Inter, Napoli, Roma, Como, Barcelona, Real Madrid, Villarreal, Atletico Madrid, Real Betis, Bayern Munich, Borussia Dortmund, Leipzig, Stuttgart, PSG, Lens, Lille, PSV, Feyenoord, Porto, Sporting, Klub Slavia Praha, Galatasaray, Fenerbahçe, Viking, bu da Clement, Ayak, Bask, Shakhtar, Slovan, Şava, Sabah. Yəni Sabahın buradan ən fazlası olan bir Slava'nın 3 xal alacağını garantiləyə bilərik. Slavia Praha'nın 3 xal ala bilərik, 6 xal. Elə qalan Ayak və Vikinglərdə 1 xal alsaq, 8 xal. Ondan sonra biz play-off'a daha da gedə bilərik. Ölkə xallarında davam edə biləcəyik. İlk həftənin oyunlar bitdi olacaq. Sabahın 6000 xalı var. Evet, bakın 20'de sabahları 20'de püştme var. Slovakya 1750 xal. Evet, sabah bu arada 20,2 milyon pul kazanıb. Evet, özünüzə yaxşı baxın. Ölkə xallarıyla yeniden birlikdə olmaq diləyilə deyək. Sağ olun, sağlıqla qalın.